Testlərdə düşür ki, holistikdə məsəl üçün çox düşür də, şagirdin fəaliyyəti ümumi şəkildə dəyərləndirilir. Ancaq analitikdə hər bir meyara görə ayrı-ayrılıqda qiymətləndirilir şagird. İndi bunları aydınlaşdıraq. Məsəl üçün mən Günay müəllim bu gün oxu üzrə holistik qiymətləndirmə aparıram. Düzdür? Mən bu zaman şagirdin yalnız məsəl üçün surətli oxumasına diqqət edə bilirəm. Holistikdə bir şeyə surətli oxumasına. Məsəl üçün, dərsin 15 dəqiqəsini ayırmışam formativ qiymətləndirməyə, holistik rubrik aparıram. Düzdürmü? Və mənim də bugün edəcəyim iş oxudur. Mən də şagirddə ancaq şagirdin surətli oxumasına baxa bilirəm. Ancaq analitik rubrikdə isə məqsəd yenə onu yoxlamaqdır, yəni şagirdi yoxlamaqdır. Ancaq dəqiqliklə, analiz edərək, təhlil edərək yoxlayıram şagirdi. Oxu bacarığını necə, məsəl üçün, belə deyək də, şagirdin oxu bacarığını necə yoxlayıram da, həm surətli oxumasını, həm şuurlu oxumasını, həm ifadəli oxumasını, həmçinin də intonasiyalı oxumasına baxıram. Deməli, analitikdə 4 cür şeyə baxdım. Yenə oxu bacarığını yoxlayıram, amma ki 4 cürə yoxlayıram. Surətli oxumasını dedim, şuurlu oxumasını, ifadəli oxumasını, intonasiyalı oxumasını. Düzdürmü? Analiz elədim də hər tərəfli. Amma ki, holistikdə dedim ki, sadəcə oxu bacarığını, yəni ki, analiz eləmirəm də, bir dənə oxu bacarığını yoxlayıram, qısa müddətli. Deməli, holistikdə bir meyarla qiymətləndirdim. Analitikdə isə bir neçə meyarla qiymətləndirdim şagirdi. Deməli, daha çox məlumatı da şagirdin oxu bacarığı haqqında analitik rubrik verdi. Düzdürmü? Əməlli başlı da verdi, 4 meyar üzrə. Deməli, analitik qiymətləndirməni hər gün apara bilməz. Bacarıqlı müəllim hər iki rubrik növündən istifadə etməyi bacarmalıdır. Deməli, ayda 3 dəfəyə qədər analitik rubrikdən istifadə edə bilərik müəllim kimi. Ancaq holistik rubrikdən həftə ərzində, məsəl üçün, ən azından bir dəfə istifadə edə bilərik. Həftədə bir dəfə holistikdən, amma ayda 3 dəfə bir ayda analitik rubrikdən istifadə edə bilərik. Ümumi və tapşırığa əsaslanan rubrik nədir? Deməli, xüsusiyyətlərinə görə dedik ki, rubrik 2 cür olur. Deməli, ümumi və tapşırığa əsaslanan, spesifik yəni ki. Deməli, ümumi rubrik necə olur? Ümumi rubrik, məsəl üçün, müəllim ümumi rubrik hazırlayır və bütün tapşırıqlarda bundan istifadə edir. Yəni, bir dənə rubrik hazırlayır, hamısı tapşırıqlarda bundan istifadə edir. Yenə bir dənə də hazırladığım, məsəl üçün, rubrikdən öyrənmə məqsədi eyni olan müxtəlif tapşırıqlarda istifadə edə bilirəm. Məsəl üçün, şagirddə imla, inşa, esse yazdıran zaman müəllim ən çox nəyə diqqət edir? Şagirdin xəttinə, orfoqrafik qaydalara əməl edir, etmədiyinə və s. Yəni, bunları qiymətləndirirəm. Müəllim də bir dənə, yəni ümumi rubrik hazırlayır, bütün imla, inşa, esse yazan zaman bu həmin ümumi rubrikdən istifadə edir. Bu olur tapşırığa əsaslanan. Üzr istəyirəm, bu olur ümumi rubrik. Amma tapşırığa əsaslanan rubrikdə artıq spesifik tapşırıq üçün rubrik hazırlayır müəllim. Yəni ki, heç bir müəllim tapşırığa əsaslanan rubriki il boyu istifadə etməli deyil. Çünki spesifikdir. Yalnız hansı tapşırıqdırsa onun üçün hazırlanır. Amma ümumi rubrikdən bütün tapşırıqlarda istifadə eləmək olar. İndi baxaq görək, əks əlaqənin qurulması, effektiv rəyin verilməsi nədir? Rəy deməli, formativ qiymətləndirmənin əsas elementlərindən biridir. Formativ qiymətləndirmənin əsasını təşkil eləyir. Rəyin verilməsi ilə müəllim şagirdi irəli apara bilir. Şagirdə stimul verir. Deməli, formativ qiymətləndirmənin effektiv olması üçün nə etmək lazımdır? Müəllim şagirdə düzgün rəy verməlidir. Yadda saxlayaq ki, rəy şagirddə əks əlaqə qurmaq, rəy vermək o demək deyil ki, şagirdi tərifləyəsən, şagirdə, məsəl üçün, qiymət verirsən. Rəy şagirdin işinin gedişatı zamanı onun etdiyi cəhlər haqqında verilən ümumi məlumat, yəni şəxsinə verilən tərif deyil. Dərs zamanı, tapşırığın işlənilməsi zamanı işin gedişatında ona verilən cəhdlər, şagirdin etdiyi cəhdlər barəsində verilən ümumi məlumatdır.
Rəyi deməli şagird şagirdə də verə bilər, müəllim şagirdə də verə bilər. Yəni rəyi təkcə müəllim tərəfindən rəy verilmiş. Həm şagird şagirdə verə bilər, həm də ki müəllim şagirdə verə bilər. Dedik ki, şagirdə rəy vermək onu tərifləmək deyil. Şagirdlə müəllim arasında iki tərəfli informasiya mübadiləsidir. Yəni şagirdin gördüyü işlərin informasiyasıdır. Rəy necə olmalıdır? Rəy spesifik olmalıdır. Rəydə dəqiq aspektlər vurğulanmalıdır mütləq şəkildə. Şagirdə rəy həssaslıqla verilməlidir. Konstruktiv, yəni gələcəyə yönəlik olmalıdır. Rəy vaxtında verilməlidir. Rəy idraki fəaliyyətə uyğun olmalıdır. Bax, bunlar hamısı testə düşən cümlələrdir. İndi baxaq ki, düzgün olan rəy necə olur, düzgün olunmayan rəy necə olur. Bax, düzgün rəy spesifik olmalıdır, konstruktiv olmalıdır, gələcəyə uyğun olmalıdır, bir də vaxtında verilməlidir. Amma düzgün olmayan rəy necə olur? Ümumi bacarıqlara aid ola bilməz, düzgün olmayan rəy bu cür olur da. Destruktiv olar, keçmişə yönəlik olar. Bir də bir müddətdən sonra verilən rəy düzgün sayılmır. Yəni ki, şagird bu gün bu işi görülübdür, vaxtında ona nə etmək lazımdır? Rəy vermək lazımdır. Bax, spesifik rəy necə olur? Yəni dəqiq olmalıdır. Şagird nəyi soruşursa, onun əsasında şagirdə məlumat verməlisən. Köhnə biliklərə əsaslanmamalıdır. Yəni şagird nəyi səhv edibsə, həmin məsəl üçün şeyi şagirdə göstərərək onu inkişaf elətdirirəm. Konstruktiv rəy də şagirddə inam, özgüvən yaradaraq onu təlimə bağlayır. Məsəl üçün, bugün dərsi yaxşı bilmədim, ancaq daha çox, məsəl üçün, daha çox, yəni ki, yaxşı cavablar verərsən, çalışsan, daha yaxşı çalışsan, daha yaxşı cavab verirsən. Yəni şagirdi dərsdən qırmaq olmaz. Bu gün yaxşı cavab vermədin, üzərində çalışsan, daha yaxşı cavablar verirsən. Bax, bu konstruktiv rəydir. Destruktiv rəy necə olur? Məsəl üçün, mən şagirdə deyirəm ki, sən heç vaxt dərslərinə yaxşı hazırlaşmırsan. Ona görə də həmişə 2 alırsan. Bax, bu destruktiv rəydir. Şagirddə qırılma yaradır. Təlimdən uzaqlaşdırır şagirdi. Təlimə bağlamır. Təlimdən uzaqlaşdırır, şagirddə özünə inam hissini öldürür. Konstruktiv rəy isə gələcəyə yönəlik olmalıdır. Yəni ki, ona gələcək zaman şəkilçisi konstruktiv rəydə olur. Məsəl üçün, gərək sözü yox, keçmiş zaman şəkilçisi yox, testdə, yəni ki, bunlara diqqət edirik seçmək üçün. Yəni, sən həmişə belə edirsən, dünən də belə idin, bu sözləri demək olmaz da, bunlar keçmişə yönəlikdir. Bunlar konstruktiv rəy deyil. Testdə düşür ki, gələcəyə yönəlik olmalıdır, ancaq belə deyək də, necə deyək, bax, gələcəyə yönəlik odur ki, şagird nə etsə daha yaxşı inkişaf edə bilər. Bu cürə olmalıdır. Yəni, bunu eləsən, daha da yaxşı öyrənmiş olarsan. Məsəl üçün, vaxtında və dəqiq verilməlidir, bir də həssaslıqla verilməlidir rəy. Spesifik olmalıdır, şagirdin fəaliyyətinə yönəlik olmalıdır, emosiyalara yönəlik olmamalıdır. Məsəl üçün, sən ağıllısan, sən zəkalısan, bu kimi rəylər emosiyalara yönəlikdir. Yəni, bunlardan istifadə eləmək olmaz. Çünki emosiyalara yönəlik rəy şagirdi qapalı düşüncə tərzinə keçirəcək, onu inkişaf etməsini əngəlləyəcəkdir. Məsəl üçün, əks əlaqə düzgün qurulmalıdır ki, şagirdə verdiyimiz rəydə onu inkişafa aparsın. Məsəl üçün, mən şagirdə sən ağıllısan, sən zəkalısan deyirəm, artıq şagird onda səhv eləməkdən qorxacaqdır ki, səhv eləsəm müəllimin gözündən düşərəm. Keçəcəkdir qapalı düşüncə tərzinə. Bu zaman da inkişaf eləyə bilməyəcəkdir. Ona görə də mütləq şəkildə şagirdin zəkasına yönəlik, emosiyalara yönəlik rəy vermək lazımdır. Şagird nəyi öyrənirsə, ona uyğun rəy vermək. Bir də keçmişə yönəlik rəy vermək olmaz. Bir də verdiyimiz rəy vaxtında verilməlidir. Məsəl üçün, şagird bugün bunu biz bilmir, həmin vaxt ona istiqamət verməliyik, rəy verməliyik. Ev sabah yatıb evdə gəlib, o birisi gün şagirdə rəy verəndə artıq onun effekti olmur.